üzvlər nədir? Baxın, həmzins üzvlər odur ki, eyni suala cavab verir. Eyni üzv yerində işlənir. Eyni intonasiyanı verir. Bunlara həmzins üzvlər deyilir. Bərabər hüquqlu olurlar. Məsələn, deyirəm ki, mən dağları, dərələri gəzdim. Baxın, mənim həmzins üzvüm hansıdır? Dağları, dərələri. Baxın, təhlil edirəm. Nə etdim? Gəzdim. Kim? Mən, mübtəda. Mən gəzdim. Haranı? Dağları. Haranı? Dərələri. Eyni üzvlə bağlı oldu. Bax, haranı tamamlığın sualıdır. Birinci unutmayaq. Dağları, dərələri eyni intonasiyadan verir. Eyni üzvlə bağlı oldu. Baxın, mən demişdim axı, ikinci dərəcəli üzvlər tamamlığı zərflik xəbərlə uzlaşır. Dərələri gəzdim. Dağları gəzdim. Görürsünüz, eyni üzvlə bağlı oldu. Eyni intonasiyadan dedim. Eyni cümlə üzvü vəzifəsində iştirak edir. Bunlar həmzins üzvlərdir. Sizə bir şey deyim, həmzins üzvlərdə nəyi qarışdırırlar? Mürəkkəb cümlə ilə bəzən həmzins üzvü qarışdırırlar. Bilməliyik ki, mürəkkəb cümlə ayrı-ayrı. Bax, məsələn, deyirəm ki, bir misal üzərində deyəcəm, gah yağış yağır, gah da gün çıxırdı. İndi bir dənə yazıram ki, gah yağış yağır, gah da kəsilirdi, belə deyək. Bir də bu iki cümlənin fərqinə baxın. Gah da bağlayıcısı tabesiz bağlayıcıdır. Biz də tabesiz bağlayıcılar dərsində öyrənmişik ki, tabesiz bağlayıcılar həm həmzins üzvləri bağlaya bilir, həm də tabesiz mürəkkəb cümləni bağlaya bilir. Bu iki cümlənin fərqinə baxın. Baxın, nədir? Yağır. Nə? Yağış. Bir qrammatik əsas, yəni bir mübtəda, bir xəbər. Mübtəda xəbərə qrammatik əsasla deyirik. Gah da gün çıxırdı. Nə edirdi? Çıxırdı. Nə gün? Bu da bir qrammatik əsasdır. Deməli, bu iki cümlədən ibarət oldu. Deməli, birinci mürəkkəb cümlədir. Burada həmzins üzv yoxdur. Çünki hər xəbərin özünün mübtədası var. İndi ikinci cümləyə baxalım. Gah yağış yağır. Yağır nə? Yağış. Gah da kəsirdi. Nə edirdi? Kəsirdi. Nə? Yağış. Bunun hamısını eləyən yağışdır. Deməli, yağan da yağışdır. Kəsən də yağışdır. Hə, bu həmzins üzvlü cümlədir. Çünki iki xəbərin bir mübtədası var. Amma birinci cümlədə hər xəbərin özünün ayrıca mübtədası vardır. Yəni, həmzins üzvlə mürəkkəb cümləni qarışdırmırıq. Hər xəbərin ayrıca mübtədası varsa, mübtəda xəbər o mürəkkəb cümlədir. Bir üzvlə bağlıdırsa, o həmzins üzvlü cümlədir. Bu belə.